Xoş gördük. Astava İqtisadiyyatla davam edirik. Studiyada mənəm Namiq Əliyev. Mərkəzi Bank məsafədən verilən istehlak kreditləri üzrə yeni təhlükəsizlik tələbləri tətbiq edəcək. Qərara əsasən banklar və bank olmayan kredit təşkilatları müştərilərə onlayn kredit rəsmiləşdirilməsini və kredit limitinin məsafədən artırılmasını bloklamaq imkanı yaratmalıdır. Bu il oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklərə görə vətəndaşlar yazılı müraciət əsasında öz adlarına məsafədən istehlak krediti müqaviləsinin bağlanmasına və ya kredit limitinin artırılmasına bütün satış kanalları üzrə məhdudiyyət qoya biləcəklər. Məhdudiyyət yalnız müştərinin fiziki iştirakı gücləndirilmiş elektron imzası və ya müştəri autentifikasiyası ilə təqdim olunan müraciət əsasında ləğv ediləcək. Məhdudiyyət qoyulmuş şəxsin adından məsafədən kredit və ya limit artırılması müraciəti daxil olduqda maliyyə təşkilatı müştərini dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandırır. Bu ilin may ayında banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 189,7 milyon manat vəsait daxil olub. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, hesabat dövründə banklardan xaricə göndərilən vəsaitin həcmi isə 39,7 milyon manat təşkil edib. Qeyd edək ki, 2025-ci ildə ölkəmizdə banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758,8 milyon manat vəsait daxil olub. Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb əziz tamaşaçılar. Banklar və Azərpoç MMC sistemləri üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 309 min ədəd artaraq 22 milyon 827 min ədəd təşkil edib. Mərkəzi Bankın məlumatına görə ödəniş kartlarında debet kartlarının sayı 13% artıb, kredit kartlarının sayı isə 3% azalıb. İyunun 24-də bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Bu barədə Azərbaycan Beynəlxalq Bankı məlumat yayıb. Məlumatda qeyd olunub ki, hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir. Problemin yaranmasına Azərkard Prosesing Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq səbəb olub. Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansısa kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi proqnozu ilə bağlı deyil. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamanki kimi tam təhlükəsiz şəkildə qorunub. Qızılın qiymətində son ayların ən ciddi enişi müşahidə olunur. Yanvarda qeydə alınan rekord səviyyədə təxminən 30% ucuzlaşan qiymətli metal hazırda 7 ayın ən aşağı həddində ticarət olunur. Dünya bazarında qızılın qiyməti növbəti dəfə ucuzlaşıb. ABŞ-də faiz artımı gözləntilərinin güclənməsi və dolların bahalaşması fonunda qiymətli metal son 7 ayın ən aşağı səviyyəsinə düşüb. Bir unsiya qızılın qiyməti birjalarda 4000 dollara qədər ticarət olunur. Bununla da qızıl ötən ilin noyabrından bəri ilk dəfə psixoloji əhəmiyyət daşıyan həddən aşağı enib. Ekspertlər qiymət enişini əsasən ABŞ Federal Ehtiyatlar Sisteminin pul siyasəti ilə əlaqələndirirlər. İnvestorlar bu il FES-in 3 dəfə faiz artıracağını gözləyirlər. Daha yüksək faiz dərəcələri gəlir gətirməyən qızılın cəlbediciliyini azaldır və investorları dollar aktivlərinə yönəldir. Hazırki ucuzlaşmanın investorların investisiya üstünlüklərinin dəyişməsi və yüksək faiz mühitinə uyğunlaşması ilə əlaqələndirmək də mümkündür. Bununla yanaşı geosiyasi proseslərin enerji qiymətlərinə, eyni zamanda inflyasiyaya və mərkəzi bankların pul siyasətinə mümkün təsiri də qızıl bazarında əlavə qeyri-müəyyənliklər yaradır. Xüsusilə inflyasiya təzyiqlərinin güclənməsi federal ehtiyat sisteminin sərt pul kredit siyasətinə davam etdirməsi ehtimalını artıra bilər ki, bu da yaxın dövrdə qızıl üçün mənfi amil hesab olunur.
Bu proses fonunda ABŞ dolları daha da güclənərək son 13 ayın ən yüksək səviyyəsinə çatıb. Dolların bahalaşması digər valyutalardan istifadə edən investorlar üçün qızılı daha baha etdiyindən tələbatın azalmasına səbəb olur. Nəticədə qızıl yanvarda qeydə alınan 5595 dollar səviyyəsindəki tarixi maksimumundan təxminən 30% ucuzlaşıb. Qiymətli metallar bazarında eniş digər məhsullara da təsir edib. Gümüş və platinin qiyməti gerilədiyi halda Palladiumda cüzi bahalaşma qeydə alınıb. Çinarə Qambayeva, ASTV İqtisadiyyat. Bəli, ASTV İqtisadiyyata baxırsınız. New York'un NYMEX MT birjasında təbii qaza olan futures kotirovkalarının qiyməti artıb. 2026-cı ilin iyul ayında çatdırmaq şərti ilə təbii qaza olan futureslərin qiyməti 1 milyon bütüya 0,93% artaraq 3,25 dollar təşkil edib. Brent neftinin qiyməti 4 aylıq minimuma inib. Londonun ICA birjasında Brentin futureslərinin qiyməti fevraldan bəri ilk dəfə hər barelə görə 73 dollar düşüb. Texas nefti isə dəyər itirib. NYMEX birjasında avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 69 dollar 36 sentə təklif edilib. Xam neft bazarında qiymətlərin sabitləşmə tendensiyası müşahidə olunur. Belə ki, rəqəmlər yaxın şərqdəki müharibədən əvvəlki səviyyəyə qayıdıb. Brentin qiyməti səhər saatlarında 1 barel üçün 72 dollar 89 sentə düşüb. Bu isə 1,15% azalma deməkdir. Bu həm də o anlama gəlir ki, qiymətlər münaqişənin ən qızğın dövründəki pik həddlə müqayisədə təxminən 40%-dək ucuzlaşıb. Ekspertlərin fikrincə, qiymətlərin düşməsi Hörmüz boğazından neft tankerlərinin hərəkətinin artması fonunda baş verir. ABŞ və İranın münaqişənin sona çatması istiqamətində açıqlamaları da qiymətlərin düşməsinə təsirsiz ötüşmür. Digər tərəfdən daha çox neft istehlak edən ölkələrin iqtisadiyyatında müəyyən belə deyək, geriləmələr və ya sakitlik müşahidə olunur. Burada əsasən Çin və Hindistandır ki, burada da neft istehlakının və neft ixracının azalması dünyada neftə olan tələbatı azaldır və bu da öz növbəsində qiymətlərin ucuzlaşmasına səbəb olur. Xatırladaq ki, yaxın şərqdəki münaqişə müddətində birjalarda neft qiyməti hətta 126 dollara qədər yüksəlmişdi. Münaqişənin qaynar fazasından sonraki günlərdə enmələr müşahidə olunsa da, may ayı ərzində bu hədd 90-115 dollar arasında dəyişib. Lakin ekspertlər hesab edir ki, qiymətlər hələ bir müddət 70-80 dollar aralığında dəyişəcək. Əli Rzayev, Pərviz Mustafayev, ASTV İqtisadiyyat. Beynəlxalq bazarlarda dollar və avro və funt qarşısında cüzi güclənib, lirə və rubl dollar qarşısında dəyər itirməyə davam edir. Yuan isə dollar qarşısında bir qədər möhkəmlənib. Səbəb geosiyasi risklər və sanksiya təzyiqləri. Rublu ucuzlaşdırıb, Türkiyədəki yüksək inflyasiya gözləntiləri lirəyə təzyiq edir. Dolların qlobal indeksi isə stabil iqtisadi göstəricilər fonunda möhkəmlənir. Gəlin monitora nəzər salaq. Bəli, monitordan da göründüyü kimi avro-dollar cütlüyü və funt sterling dollar cütlüyü. Burada görürük ki, biz dollar, avro-dollar cütlüyündə 1.13 səviyyədə qərarlaşma var, geriləmə var, 0,13%, funt sterling dollar. Burada da biz dolların ucuzlaşmasını görürük funt sterlingin qarşısında və 1.32 səviyyədə qərarlaşıb. Əksinə, dollar Türk lirəsi qarşısında möhkəmlənib, 46-52 səviyyədə möhkəmlənib, Rus rublu qarşısında da möhkəmlənmə var, 75-71 səviyyədə möhkəmlənmə. Çin yuanı qarşısında isə dollar geriləyib və təxminən 0,18% və 6,80 səviyyəsində qərarlaşıb. Azərbaycan manatı sabit qalıb, avroya biz baxırıq, 1 avro 1,93, 1 manat 93 qəpik, 100 Rus rublu 2 manat 27 qəpik, Türk lirəsi 4 qəpik, bir Çin yuanı isə 25 qəpik civarında dəyişib və demək olar ki, bu cür ticarət olunub. Amerika Birləşmiş Ştatlarının texnologiya yönümlü indeksləri mənfi zonada olduğu halda ənənəvi sənaye indeksi Dow Jones
Jones, həmçinin Avropa DAX, FTSE 100 və xüsusilə Yaponiyanın Nikkei 225 indeksləri ciddi artım nümayiş etdirir. Səbəb bazarlarda rotasiya baş verir, əziz tamaşaçılar. İnvestorlar pullarını yüksək qiymətləndirilmiş texnoloji səhmlərdən çıxararaq daha stabil, ənənəvi sənaye və Avropa-Asiya bazarlarına yönəldirlər. Yen valyutasının ucuzlaşması və ya yerli stimullar Yaponiyanın Nikkei indeksini kəskin yüksəldib. Gəlin monitora nəzər salaq. S&P 500 Amerika Birləşmiş Ştatlarının indeksidir. Burada biz geriləmə görürük. 7,24 bənd geriləmə və 7325 bənddə qərarlaşma. Dow Jones'da da biz artım görürük. 0,35% və 51849 bənddə qərarlaşıb. Nasdaq 100'də geriləmə var, 0,43%. Avropa indekslərinə baxırıq, DAX, FTSE 100, burada artım var. Eyni zamanda Nikkei 225'də də Yaponiya indeksində də artım var. 4,69% artım və 72.419 bənddə qərarlaşma ilə ticarət günü yekunlaşıb. Səhmlər bazarında xüsusilə nəhəng texnologiya şirkətlərində ümumi bir eniş tendensiyası görünür bugün. Yalnız Amazon cüzi artımla günü bağlaya bilib. Səbəb texnologiya sektorunda investorların mənfəəti realizasiya etməsi və yüksək faiz dərəcələrinin texnoloji artım səhmlərinə təzyiq göstərməsidir. Gəlin monitora nəzər salaq. Apple'ın səhmləri bugün alıcılara $293.8 təqdim olunub. Tesla'nın səhmlərində də geriləmə var. 1,59%. Bu təxminən $6 bir qədər artıq geriləmədir. Amazonun səhmlərində də biz artım görürük. $234.27 alıcılara təklif olunub. Microsoft'un səhmlərində 2,27% geriləmə. Süni intellekt nəhəngi Nvidia'nın səhmlərində də geriləmə var. 0,52% və alıcılara $199 bugün təklif olunub Nvidia'nın səhmləri. Bitcoin Ethereum'da başda olmaqla kripto bazarda orta hesabla 2,5% civarında geri çəkilmə var. Səbəb qlobal makroiqtisadi qeyri-müəyyənliklər və Amerika Birləşmiş Ştatlarının monetar siyasətinə dair narahatlıqlar fonunda investorlar yüksək riskli aktivlərdən, yəni kriptovalutalardan müvəqqəti olaraq uzaqlaşır, nağd pula üstünlük verirlər. Gəlin monitora nəzər salaq. Göründüyü kimi hər 3 əsas kriptovaluta qırmızı diapazonda qərarlaşıb. Bu isə deməkdir ki, onlarda geriləmə var dəyərində və biz görürük Bitcoin'in qiymətində 2,53% geriləmə, Ethereum'un qiymətində 2,42% geriləmə, Binance Coin'da isə 2,85% geriləmə ilə ticarət günü yekunlaşıb. Çində elektrik enerjisinin istehsalı mayın sonuna 4,1 milyard kvotaya çataraq dünyada ən yüksək göstərici olub. Bu barədə ölkənin Milli Enerji Administrasiyası məlumat yayıb. Qeyri-fosil enerji mənbələrinin payı ümumi gücün 62%-ni təşkil edib. Bu göstərici 2010-cu ildəki 25% ilə müqayisədə əhəmiyyətli artım deməkdir. Çin külək və günəş enerjisi sahəsində müəyyən etdiyi 2030-cu il hədəfinə vaxtından əvvəl nail olub. Ölkə 2030-cu ilə qədər karbon emissiyasını pik həddə çatdırmağa, 2060-cı ildə isə karbon neytrallığına nail olmağa planlaşdırır. Anormal istilər təkcə sağlamlıq problemi doğurmur. Yüksək temperatur bəzi Avropa ölkələrində elektrik enerjisinin bahalaşması ilə nəticələnib. Başlıca səbəb sərfiyyatın artması fonunda Fransanın atom elektrik stansiyalarının fəaliyyətinin zəifləməsidir. Reaktorlarda zəruri soyutmanı təmin etmək mümkün olmadığından gücü 4 gigavata endirilib. Bu da ölkənin sutkalıq tələbatının cəmi 7%-dir. İxrac olunan elektrik həcmi sutkalıq 12 gigavatdan 3 gigavata enib. Ucuz nüvə enerjisindən məhrum olan ölkələr istilik elektrik stansiyalarının gücünü artırıb. Qazdan alınan enerjinin maya dəyəri baha olduğu üçün təchizatçılara ötürülən elektrik də bahalaşıb.
Prezidentin mətbuat xidmətinin məlumatını təqdim edirik. Bugün Prezident İlham Əliyevlə Türkmən xalqının milli lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub. Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb. Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.